hər birinizi xoş gördük. Lənkəran rayon, Yuxarı Nüvədi kənd, Mais Mirzəcənov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı sizinlədir. Aparıcınız mən, 6B sinif şagirdi Əlizadə Zeynəb. Bugün 21 may Dialoq və İnkişaf uğrunda Dünya Mədəni Müxtəliflik günüdür. Hər il mayın 21-də Dialoq və İnkişaf uğrunda Dünya Mədəni Müxtəliflik günü qeyd olunur. Bugün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir. Dialoq və İnkişaf uğrunda Dünya Mədəni Müxtəliflik günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir. Bir halda milli özünə məxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır. Digər halda din mədəniyyətə təsir göstərir. Üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir. Zəif mədəniyyətlər kənarda qalır, bəlkə də tamamilə yox olur. Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə UNESCO-nun mədəniyyətlərin müxtəlifliyinə dair bəyannaməsinin qəbul olunmasını zəruri etmişdir. Bu bəyannamənin həyata keçirilməsi üçün 20 əsas istiqamətdən ibarət fəaliyyət planı qəbul olunmuşdur. Bəyannamədə müxtəliflik, dialoq və inkişaf arasında əlaqənin yeni anlayış irəli sürülür. 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Dünya Mədəniyyətinin İnkişafı günü əvəzləyən Dialoq və İnkişaf uğrunda Dünya Mədəni Müxtəliflik günü elan edilmişdir. 2003-cü ildə isə BMT Baş Məclisi qeyri-maddi mədəni irsin, bayramların, ənənələrin, adətlərin və dillərin qorunması haqqında konvensiya qəbul etmişdir. UNESCO-ya üzv olan dövlətlər bu qurumun bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrində götürmüşdülər. Dialoq və İnkişaf uğrunda Dünya Mədəni Müxtəliflik gününün əsas məqsədi insanlara mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan verməkdir və dünya xalqları arasında əməkdaşlığın inkişaf etdirməyə öyrənməkdir. Bugünə həsr olunmuş tədbirlər mədəniyyətlərarası dialoqun vacibliyini haqqında məlumatlığın qlobal səviyyəsini yüksəltməyə yönəlmişdir. Keçirilən tədbirlərin məqsədi gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplər mübarizə aparmağa cəhd göstərən insanların dünya cəmiyyətini formalaşdırmaqdır. 2013-cü ildə ənənəvi dialoq və inkişaf uğrunda Dünya Mədəni Müxtəliflik günü çərçivəsində UNESCO və BMT Sivilizasiyalar Alyansı bir iş gör şüarı altında müxtəliflik və iştirak uğrunda hərəkatı dəstəkləyən kampaniyaya start verilmişdir. Bütün dünyada insanları və təşkilatların müxtəlifliyin dəstəklənməsi üzrə konkret tədbirlər görməyə vadar edən bu kampaniya həm də mədəniyyətlərarası dialoqun, müxtəlifliyin və inteqrasiyanın vacibliyi barəsində məlumatlığın qlobal səviyyəsini artırmalıdır. Real və gündəlik həyatda müxtəlifliyin dəstəkləməyə çalışan insanların dünya cəmiyyətini formalaşdırması məqsəd daşıyır. Dünya cəmiyyəti bununla mədəni müxtəlifliyin inkişafına töhfələr verməklə mədəni irsin qorunması, müxtəliflik mədəniyyətlərinin nümayəndələri arasında münasibətlərin qorunması vacibliyini həmçinin yadda saxlamalıdır. Efirimizin dəyərli izləyiciləri, bizə ayrılan zamanın sonuna gəldik. Gələn efirdə görüşənədək. Sağ olun, salamat qalın.